Salam, biz bugün Mingəçevirin qonağıyıq. Mingəçevir Futbol Klubu məşqə çıxıb və bu arenada komanda məşq eləyir. Birinci liqada oyunlarını keçirir. Mingəçevirin bu mövsümdə əsas hədəfi. Qarşıya hədəf, yəni Mingəçevir demək olar hər zaman yüksək liqada oynayıb Azərbaycan futboluna. Ona görə qarşımıza məqsəd qoymuşuq ki, çalışıb bu illəri Allahın köməyi ilə yüksək liqaya vəsiqə qazanaq. Hər zaman qeyd eləmişəm, bu illəri çox maraqlı çempionat keçir birinci dəstədə. Demək olar ki, bütün klubların hamısı layiqli klublardır. 80-ci illərdə Anatoli Banişevski karyerasını bitirəndən sonra məhz Mingəçevirdə avtomobilçi klubunda ilk baş məşqçi kimi işləyib. Siz də onun birinci tələbələrindən deyimi, birinci futbolçularından olmuşsunuz. Necə xatırlayırsınız? Onda deməli 80-cı illərdə onda Bakıda təhsil alırdım. İdman məktəbində, Respublika İdman Liseyində. Nalçikdə keçirilən yarışda Anatoli Banişevski orada görmüşdü məni. Elə hədəf olaraq məni götürdü və avtomobilçi futbol klubuna məni dəvət elədi. Həmin illərdə 16 yaşımız var idi. Elə həmin illərdə Mingəçevirin şərəfini qorumuşuq. Bu günlərdə davam elətdiririk məşqçi kimi.